26. Hansı ifadə xlorid turşusunun kimyəvi xassəsini əks etdirmir? Deməli, kalium xlorat ilə reaksiya daxil olduqda xlor ayrılır. Bəli, kalium xlorat ilə reaksiya daxil olduqda xlor ayrılmağı hansı reaksiyadır? Kalium xlor O3 üstəgələk H xlor əmələ gələcək kalium xlor xlor 2 H2O. Bu artıq onun kimyəvi xassəsini göstərir. Sonra əsasi yenə də reaksiyanı da yazdım. Kalium xlor O3 üstəgələk H xlor əmələ gələcək kalium xlor üstəgələk xlor 2 üstəgələk H2O. Təbii ki, burada kimyəvi xassəsini göstərəcək. İkinci, əsasi və əsasi oksidlərlə duz əmələ gətirir. Bəli, əsasi oksidlərdən reaksiya daxil olur. Amfoter oksidlərdən reaksiyaya daxil olur, duz əmələ gətirir. Bu da aydın məsələdir ki, bu da kimyəvi xassədən söhbət gedir. Çünki kimyəvi reaksiya girmə qabiliyyətidir də burada. Ondan sonra argentium NO3 ilə ağ rəngli çöküntü verilir. Bəli, bu da kimyəvi xassədir. Bütün metallarla reaksiyasına hidrogen alınır, xeyr. Axı hidrogendən sonraki olan metallardan bunlar reaksiya daxil olmaz. Hidrogendən sonra yerləşən o aktivlik sırası var ha metalların. Orada hidrogendən sonra yerləşən metallar da ancaq qatı sulfat, qatı və duru nitrat turşuları reaksiya daxil olur. O da qızıl platin xaric. Onları çıxırıq. Onlar qızıl platin ancaq çar arağı deyilən birləşmə var, onda həll olur. 3 mol xlorid turşusu, 1 mol nitrat turşusundan ibarət olan qarışıqdır. Çar arağı deyirlər. Çarskaya vodka gedir. Deməli Qızıl platin. Qızıl platin, bəli. Onlar həll olur. Necə yazılır? Qızıl aurium yazılır, platində PT yazılır. Yəni bunlar heç onda da həll olmur. Ancaq orada qalır misli, cibədi, argentiumdur. Bunlar da qatı sulfat, qatı və duru nitrat turşularında həll olur. Qalan heç bir turşularda həll olmurlar. Ona görə variant D uyğun gəlmir. Evet, vakuumsun rəngini qızardır, yəni turşudur. Bəli, yəni turşudur. Onun xassəsidir də turşu olduğuna görə. Necə yadımıza saxlayırıq? O evdəki turşular da əsasən kələm turşusu, pomidor turşusu qırmızı rəngdə olur da, belə saxlaya bilərsiniz yadınızda. Sonra Fatimə sualın var. Verin sualınızı. 41. Mənim də 40-41 var. İçərisində 0,2 mol natrium xlor və 0,4 mol kalium xlor olan məhlula artıq miqdarda gümüş bir nitrat məhlulu ilə təsir etdikdə alınan çöküntünün kütləsini istəyir. Hər birinin argentium nitratdan reaksiyasını yazaq. Natrium xlor üstəgələk argentium nitrat. Buradan reaksiya gedəcək, əmələ gələcək argentium xlor üstəgələk natrium nitrat. Natrium nitrat. Burada argentium xlor çöküntüdür, çöktü. Deməli, 1'in 1'ə getdi də. 1 mol natrium xlor reaksiyaya girəndə 1 mol çöküntü alınır. Düzdür? Onda 0,2 molsa 0,2 mol buradan çöküntü alınacaq. Bunu yazdıq. Eyni ilə kalium xloru götürürsünüz. Eyni şey alınacaq. Prosta natrium xlorun yerinə kalium xlor yazacaqsınız. Orada da 1'in 1'ə nisbətinə gedəcək. Orada da 0,4 mol kalium xloru götürdüyünə görə 0,4 mol da argentium xlorid alınacaq. Bu da aydın məsələdir. Sonda 0,2 mol argentium xlorid natrium xloridin hesabına, 0,4 mol da kalium xloridin hesabına əmələ gələcək və cəmi 0,6 mol edir. 0,6-nı da vururam 143,5-ə. Niyə? 1 molun kütləsi 143,5-dirsə, bəs 0,6 molun kütləsi nə qədər eləyir? Aydındır? 86. Bəli. Bir də ki 27-də demişsiniz qatı sulfat olanda nə olur? 27-də Gördüm. hə. Deməli 27-də hansı reaksiyadan hidrogen xlorid əmələ gəlmir? Birincidən əmələ gəlir, ikincidən əmələ gəlir, üçüncüyə baxıram. Üçüncüdən əmələ gəlməz. Niyə? Nitrot xloridi çıxarda bilməz, eyni qüvvətlidir. O zaman eyni qüvvətli turşular bir-birini çıxardır ki, sonunda çöküntü versin. Axı burada reaksiyanın əvvəlində çöküntü var, argentium xlor, sonunda çöküntü əmələ gəlmir. Nitrat xloridi çıxartsa, argentium nitrat H xlor əmələ gələcək, argentium nitrat da suda həll olur. Yəni, o zaman bir-birini sıxışdırıb çıxardar ki, eyni qüvvətli olanlar. Eyni qüvvətlilər turşuların aktivlik sırası var. Birinci sulfat gedir, sonra xlorid, bromid, yodid, HNO3. Yəni, eyni qüvvətli turşulardır.
orta fosfat. O zaman bir-birini sıxışdırıb çıxardar ki, sonda çöküntü versin. Nitrat xloridi çıxardar ki, sonda çöküntü versin. Təbii ki, nitratların heç nəyə çöküntü deyil, ona görə bu reaksiya getməz. Sən D-ni soruşursan hər halda. Sulfat xloridi çıxardar. Oradan çünki sulfat əvvəldə yerləşir, xlor ondan sonra yerləşir də xlorid turşusu. Sulfat ondan daha gəlib onu sıxışdırıb çıxarda bilər. Əmələ gələcək natrium sulfat H-xlor. Buradan əmələ gəlir. Qüvvətli zəifi çıxarda bilər. Zəif qüvvətlini. Eyni zamanda eyni qüvvətlər bir-birlərini o zaman çıxardır ki, sonda çöküntü yaransın. Sonda çöküntü yaransa ən zəif də gəlib çıxarda bilər. Yəni H-kes sonlardadır. Silikatdan qabaqda yerləşib. Sonlardadır. Amma gəlib burada xloridi belə çıxarda bilər. Bir şərtdən ki, sonda çöküntü yaransın. Onda C olur da. Bəli, C olur. İndi gəldik 41-ə. Tərkibində sinkin kütlə payı 20% olan mis və sinkdən ibarət qarışığın üzərinə artıq miqdarda xlorid turşusu əlavə etdikdə 0,4 mol hidrogen əmələ gəlib. Sinkin xlorid turşusundan reaksiyasının sink öz valentin yarısı qədər hidrogen ayıracaq. Yəni 1 mol. Daha heç mən reaksiyanı yazmadım. Gördünüz? Sinkin valentini bilirəm 2 valentlidir. Valentin yarısı qədər. Yəni 1 mol H2 ayrılacaq. 1 mol H2 ayrılanda 65 qram sink reaksiyaya giribsə, burada 0,4 mol ayrılıb. Bunda nə qədər sink reaksiyaya girəcək? O da eləyəcək nə qədər? Vurun baxım görün. 26 eləyir deyəsən. Vurun baxın. Bəs orada misdə yazılır. Mis axı hidrogenlə H-xlordan reaksiya getmir. O necə yazaq ki? Hidrogendən sonrakılar dedim getməz də, ancaq qatı sulfat, qatı nitrat dur və nitrat turşusundan gedir də. Onu H-xlordan getməz ki, o reaksiyadan da hələ bir çıxartsın. 65 vuraq 0,4 o da eləyəcək 26. Bəli, burada yazırıq x bərabər 26. İndi tərkibində deyir, sinkin kütlə payı 20%. Yəni bu 26 20%-dir. İlkin qarışığın kütləsi, yəni 100% bu qarışığın kütləsi nə qədərdir? Ondan nə edəcəm? 26 vuraq 100 bölək 20, yəni 26 vuraq 5 ixtisar eləyəndə 26-nı da 5-ə vuranda eləyəcək 130. 130. Cavab Y variantı. Kim başa düşmədi? Fatimə başa düşdün? Aydan. Ben. Ben. Orada misli götürmeyeceğim. Misli reaksiya. Xeyr, mis reaksiya girmir. Reaksiya girməyəndən işim yox. Gəldik bura bu səhifədən sualınız. Ben. Hemen de Evet. 43 var. 43. Deməli, burada nə istəyir? Baxaq. Hansı mərhələdə xlorid turşusunun duzları alınır? Birincidə alınır. Xlor adi şəraitdə yazıb. Kalium OH-ın çox düşür bu reaksiyalar. Buna Javel suyu deyirlər. Adi şəraitdə Ama reaksiyalar. onun altında ne yazıbdı? Kalium xlor o, hipokloritdir. Bir də kalium xlor özü alınır. Kalium xlor o. Əgər ki, bura temperatur qoyulsaydı, kalium xlor bir də nə alınır? O3. Kalium xlor O3. O belə. Deməli, buradan alınacaq X kalium xlordur. Təzədən bu sulfat turşusuna reaksiya girir. Bəli. Onda alınacaq kalium HSO4 üstə gələk H olur. Elə bir ki, 2 hidrogeni var. Birini verir kalium H-ın yanına, biri də xlordan birləşir H xlor. Təzədən bu H xlor, buradan alındı H xlor. Mangan 4 oksiddən reaksiya girir. Mangan O2 üstə gələk H xlor. Əmələ gələcək mangan xlor 2 üstə gələk xlor 2 üstə gələk H2O. Hansı mərhələdə xlorid turşusunun duzları alınır? Deməli, X birinci mərhələdə alınır. Bir də Z axırıncı mərhələdə alır 3-də. 2-də sadəcə olaraq H xlor çıxdı da. 1-3 C variantı. 3'te alınır ki. 3-də deyil, nə alındı? Xlorid turşusunun duzu da mangan xlor 2. Sonra 45'e de bakabilirsiniz. baxaq. H xlorla reaksiyasından alınan maddələrin sayı. Kalium xlor O3 üstə gələk H xlor.
Nə alınacaq? Kalium Onda xlor. bir yazmaq lazımdır. Bəli, başqa yolumuz yoxdur ki. Nə alınacaq? Kalium xlor. Sonra xlor 2, H2O. Burada 3 dənə maddə alınır. Burada birində Onda 3 dənə almalıdır, birində 4 dənə. 4 də alınırsa bu kalium cavab xrom verdim. O7 olacaq. Niyə kalium xrom, kalium 2 xrom O7? Oradan xlor 2 də alınır, H2O da alınır, kalium xlor da alınır, xrom xlor 3. 4 dənə maddə alınır. Onu baxan kimi görmək olur da. Oradan 4 maddə çıxır. Buradan da 3 maddə çıxır da. Deyə yazdım. Kalium xlor, xlor 2, H2O. Belə cavab B variantıdır. 2 dənə metal görürəm. Bu 2 metalın xloru da alınır. Kalium xlor, xrom xlor 3. Təbii ki, mən lövhədə yazanda izah eləmişdim ha. Məqsəd xlor almaqsa xlor 2 çıxacaq. Hidrogen varsa, oksigen varsa orada su çıxacaq. Ondan sonra tərkibindəki metalların duzları. Kalium xlor, xrom xlor 3. Yəni 4 dənə maddə alınır orada. Sonra Sonra məndə var 51, 52. ora qədər sual var. Hayır. 51-də nə deyir? Deyir ki, deməli, xlorla reaksiya girir, H xlordan da girir. Bu nə ola bilər? Məsələn, mis xlordan girir, amma H xlordan girmir. Dedim, xloridin işi yoxdur. A variantını atdıq qırağam. B variantına baxıram. Kalium OH. Hə, xlordan da girir. Kalium xlor OH2 əmələ gəlir. H xlordan da girir. Turşu əsas reaksiyasında bu getdi. Düzdür. İkinciyə baxıram. Xlordan girir. H xlordan getmir. Elə misdir. Cavab B variantıdır elə. Mənim mis haşlarla getmir. Xeyr, xeyr. Mən dedim, hidrogendən sonra yerləşən metallar qatı sulfat, qatı və duru nitratdan gedir. Qeyd edirəm. Sulfat, qatı və duru nitrat. Qatı və duru nitrat turşularına reaksiya daxil olur. Qalanlarla girmir. 52 də ondan. 53. Amma 53, 54, 55 yazmamışım. 53. Deyir ki, abala, hər bir metal öz valentinin yarısı qədər hidrogen ayırır da. Hayda, Heges birinci ol 1.5. Bu da eləyir 33,6. İkinci H xlordan girəndə ekvivalentli olur. Dəmir mütləq yadınızda saxlayın. Elə bil ki, hara getsən, qabağıza çıxan bir şeydir. Dəmir birbaşa xlordan girəndə ferium xlor 3 alınır. H xlordan girəndə ekvivalentli birləşməsi ferium xlor 2 üstəgələ H2 alınır. Yəni buradan alüminium valenti 3-dür, yarısı qədər 1,5 mol, onu da vursam 33,6. Dəmir ekvivalentlidir, onun yarısı qədər, yəni 22,4. Sink də ekvivalentlidir, yarısı qədər, yəni 23,4. Y variantı uyğun gəlir. Bunu bilirdim. Bilirəm, bilirsin. Niyə yazmamsan, onu bilmirəm. Yəni bildiyini bilirəm ki, bilirsən. Prosto yəni həmin an yəqin düşünə bilməmsən. 54. H xlorla reaksiya daxil olduğu maddələr və mol miqdarları. H xlorun mol miqdarı reaksiya sərf olunan. Maqnezium üstəgələ H xlor. Alınacaq maqnezium xlor 2 üstəgələ H2. Bura qoyuram 2. Sonra natrium üstəgələ H xlor. Əmələ gələcək natrium xlor üstəgələ H2. Yəni bura 0,5 qoyaq ki, eyni olsun. Sonra çünki H xlorları müqayisə edəcəm də. Elə eləyim ki, elementlərin sayı eyni olsun. Bax, N yazım. Yazıram alüminium üstəgələ H xlor. Əmələ gələcək alüminium xlor 3 üstəgələ H2. Buradan 6 qoyaram. Bura, yox 6 qoymayayım. Yəni bura elə bir ki 3-dənsə, ya bura 3 qoyum, 3 qoyum. Burada 1,5 qoyum. Niyə? Çünki mən bunları müqayisə edirəm. Elementləri eyni qoyum. Yoxsa artacaq bunlar. 3 qoysam, düzəldi. İndi baxıram bunları deyir, elementlər eyni olsun. Gördüm eyni sayıları. Bu da eyni qoyuram, bu da eyni qoyuram, bu da eyni qoyuram. İndi ABC-nin müqayisəsini istəyir. Hansı ən böyükdür? Təbii ki, ən böyük olan H xlorundur. Alüminiumun qabağında olandır. Bununkini A-dan işarə edib, maqneziumdan olana. Bununkini B-dən işarə edib, bununkini C-dən işarə olub. Nə olur?
C bərabərdir 3B olur. Bəli, 3 dəfə çoxdur. Görürəm ki, alüminiumə sərf olunan xlor B-dən 3 dəfə çoxdur. Eləcə də C bərabərdir 1/5A olmalıdır. Ya da A bərabərdir C bölü 2. A bərabərdir. C bölü 2 yox. Başqa nə ola bilər? A bərabərdir 2B. 2B uyğun gəlir. C bölü 2 olmur, axı 3 dəfə çoxdur. A bərabərdir 2B 2 dəfə çoxdur. A-nın miqdarı B-dən 2 dəfə çoxdur. A bərabərdir 2B. Buradan 1-dən 2 uyğun gəlir. 54-də. Başa düşdünüz? Bəli. Gəldik bura. 55 baxaq. 55. Klor, azot, oksigendən ibarət qaz qarışığı kalium yodid məhlulundan buraxdıqda 12,7 qram yod ayrıldı. Qalan qazın həcminin 8,88 litr olduğunu bilərək xlorun ilkin qarışıqda həcm payını hesablayın. Deməli, bizdə qaz qarışığında hansılar var? Bizdə verilib xlor, azot və oksigen. 10 kalium yodid məhlulundan buraxanda azotdan oksigenlə reaksiya getməz. Ancaq xlordan gedər. Çünki xlor qüvvətlidir yoddan gəlib onu sıxışdırıb çıxardır. Əmələ gələcək kalium xlor, üstə gələk yod 2. Bura 2 yazıram. Bura 2 yazıram. Vəziyyət düzəldi. İndi deyir 12,7 qram yod ayrıldı. Yodun altına gətirib yazıram 12,7. Amma bizdə nə qədər yod ayrılıb? 254. Onda görüm nə qədər qaz reaksiyaya girir xlor. 254 olanda 22,4-dürsə 12,7 olanda 1,12 eləyəcək. Yəni, onu tənasübdən tapırsınız ki, 1,12-dir. Sonra qalan qaz qarışığının həcmi. Yəni, bu yerdə qalan var, ha. 8,88-dir. Xlorun ilkin qarışıqda deyir, həcm payını tapın. Qalan qarışıq 8,88-dir. Xlor da əvvəldə 1,12 imiş. Deməli, əvvəldə məndə nə qədər qaz qarışığı var imiş ümumən? 1,12 üstə gələk. 8,88 eləyir 10. Yəni, əvvəl 10 litr qaz qarışığım var idi. İndi məndən xlorun həcm payını istəyir. Yəni, xlorun həcmini bölürsən ümumiyə, vurursan 100-ə. 1,12 bölürəm 10-a, vururam 100-ə. O da eləyir 11,2. Deməli, biz burada neynədik? Birinci baxdıq ki, azotdan oksigen kalium yodid məhluluna reaksiya getmir. Bunu bilməliyik. Bilməyimiz şərtdir. İkinci xlor, kalium yodiddən güclüdür. Xlor gəlib yodu çıxardar və kalium xlorid yod 2 alınır. Yodun ayrılan miqdarı verib 12,7. 12,7 qram yod ayrılan zaman bilmirəm nə qədər xlor reaksiya girir. 254 qram ayrılanda 22,4 litr xlor reaksiya girir. 1,12-ni tapıram oradan. Əvvəl 8,88 var idi. N2 ilə O2 qarışığı 1,12 də xlor. Deməli, əvvəl mənim 10 litr qaz qarışığım olub. Onun da 1,12-si xlordur. 1,12-ni bölürəm ona, vururam 100-ə eləyir 11,2. Sonra 56-ya baxa bilərsən. Hani Tamam. bunu rezerve edebilirsin. hansını? Rezerve. 55 deyirəm. 55 sildim daha mən. Deyim bir də. Sahiben. Şifahi deyim. Orada reaksiya girən xlordur. Xlor kalium yodid məhlulundan yodu çıxardır. Yerdə qalan ki, azotdan oksigen qalmadı. Bax, onlar bir yerdə 8,88 eləyir. Bu 8,88-dir. Ayrılan yoda görə biz xloru təyin elədik ki, 254 qram yod ayrılanda 22,4 litr xlor reaksiya girirsə 12,7-yə nə qədər eləyir? O da aldıq 1,12. Cəmi əvvəldə, deməli, reaksiyanın əvvəlində 10 litr qaz qarışığı var imiş də, qazlar bir yerdə. Orada xlorun həcm payını istəyir. Yəni, xlorun həcmini də 1,12 tapmamışıq. Onu böl, deyir, ümumi qaz qarışığından vur 100-ə. Həcm payını elə tapırlar axı. Ümumi qarışığın içərisində gör neçə faiz xlor var. Ya tənasübdən eləyirsən, ona 100%-dirsə, 1,12-yə neçə faizdir? Yenə də eyni nəticəyə gəlib çıxacaq. Sonra 56 verdiniz deyəsən. Böl.
56-da hansı reaksiyalar doğrudur? 2, 3, 4 olmur. Niyə 2, 3, 4 olsun? Axı hidrogendən sonra argentium var. Nətər H-klordan reaksiya girsin? H-klor argentiumdan reaksiya getməz. Tökün tamam olurdu bəs. H-klor getməz də argentiumdan. Çöküntü alsa da, alınmasa da. Onun dəxli yoxdur. O bir turşu digərini sıxışdırıb çıxartmağa görə mən onu demişəm. Demədim ki, metal sıxışdırıb çıxarda bilər. Hidrogendən sonra olan metallar heç bir şəkildə H-klordan reaksiya girməz. Bu qaydadır konkret. Onda 3, 4 olurdu prosto. Bəli, 3, 4 olur. Onda 59-a baxaq. Baxaq. Artıqlaması ilə götürülmüş natrium OH məhlulundan hidrogen xlorid qazı buraxdıqdan sonra məhlulun kütləsi 73 qram artmışdır. Əmələ gələn duzun kütləsini hesablayın. Deməli, natrium OH məhlulundan hidrogen xlorid qazı buraxdıqda üzərinə gəlirəm H-xlor. Məhlulun kütləsi 73 qram artmışdır. Natrium xlor üstə gələk H2O əmələ gəlir. Yəni, natrium OH-ın indi bir təsəvvürünüzə gətirin. Hər dəfədə belə sırf qayda yox, beyninizdə bir təsəvvür edin onu. Tutaq ki, bizdə qabda əlimizdə natrium OH-ın məhlulu var və mən ora H-xlor tökürəm, H-xlorun məhlulunu tökürəm. Reaksiyadan sonra reaksiya gedir, natrium xlor alınır, H2O alınır. Burada heç bir uçucu bir maddə yoxdur. Hər biri məhlulda qalır. Ya çökən yoxdur, deyim ki, hər hansı bir maddə çöktü, onu çıxardım onun içərisindən. Məhlulda qalmır axı, çökür. Çökən bir maddə. Qabın kütləsini artırır. Amma məhlulun kütləsini artırmır, məhlulda qalmır, çökür. Ya da ki, uçan bir şey yoxdur ki, deyim ki, bu uçdu, çıxdı, getdi, mən onu çıxım. Burada heç bir şey olmadı. 73, onun içərisinə H-xloru tökdüm, elə onun içərisində də qaldı. 73 qram artım elə H-xlorun hesabına. Deməli, bura əlavə olunan H-xlor elə özü 73 qram imiş. H-xlorun kütləsi 36,5-dir. 36,5 qram artım olanda, yəni ora H-xlor töküləndə 58,5 qram natrium xlor alınırsa, bəs 73 qram H-xlor töküləndə nə qədər natrium xlor alınır? Yəni artım onun hesabına olur. O da 58,5-i 2-yə vurursunuz, nə edir? 117-dir, səhv etmirəmsə 117 edir. Yəni ona görə də 62 bir də eləmirəm, 60 eynidir, 61 də ki, amonyakın hesabına artım olur. 68 qram amonyaka görə hesablayasınız. Bu belə. Sonra gəldi 62. 2 mol H-xlorun artıq miqdarda götürülmüş manqan O2 ilə reaksiyasından neçə litr xlor alınır? Bu da asandır. Sadəcə olaraq bəli, manqan O2 üstə gələ H-xlor baxırsınız. Asandır. Gəlin keçək 64-də. Çünki 62 ilə 63-də asandır. Sadəcə olaraq reaksiya. 64 bayaq izah eləmişdiniz, bəs mis xlorla getmir. Bəli, o da eynən eynidir. Buradan ayrılan hidrogenə görə tapırsınız. Bayaqlarım sinkin kütlə payı 20% vermişdi. Burada 50% verib. Eynən o cürdür. 64-də, 65-də eynidir. Bayaqki məsələdə olduğu kimidir. İndi gəldik 66. Manqan O2 birinci H-xlor məhlulundan keçirilir. Sonra əmələ gələn H-xlor məhlulu, daha doğrusu əmələ gələn xlor qazı natrium OH məhlulundan keçirilir. Yəni burada iki cür reaksiya gedəcək. Manqan O2 üstə gələk H-xlor, əmələ gələcək manqan xlor 2, dəqiqə lövhəni silim, təmiz başdan yazım. Manqan O2 üstə gələk H-xlor, əmələ gələcək manqan xlor 2, üstə gələk xlor 2, üstə gələk H2O. Burada əmsallaşdırma aparanda məncə H-xlorun qabağına bura 2 yazsaq, bura 4 yazsaq kifayətdir. 4 hidrogen, 4 xlor, 2 manqan, düzəldi. 200 qram 36,5%-dir. Yəni 2 vuraq 36,5 eləyir 73 qram. 73 qram ya da moldan geçsək 2 mol eləyir. 2 mol. Buraya yazım 73 qram görüm. Sonra gəlir deməli 4 mol H-xlor reaksiya girəndə görürəm ki, 1 mol xlor qazı ayrılır. 2 mol girəndə 0,5 mol xlor qazı ayrılır. Mən burada bunu təyin elədim mol miqdarını. Sonra çünki aparıb natrium OH məhlulundan keçirəcəm. Sonra
əmələ gələn qaz x qram 10%li soyuq natrium OH məhlulundan keçirir. Y qazı natrium OH məhlulunu neytrallaşdırırsa, x-i müəyyən edin. Manqan, xlor 2, xlor 2, H2O. Yəni, soyuq natrium OH üstə gələk xlor 2. Soyuq haldadsa, yəni qızdırılmayıb. Bu natri xlor alınır. Natri xlor O alınır. Üstə gələk H2O. Şimdi bunu əmsallaşdırmaq lazımdır. Baxaq görək ehtiyac varmı? 2 dənə xlor var. Sonra oksigen. Bəli, əmsallaşdırmağa ehtiyac var. Görün neçə qoyaq bunun qabağına oksidləşmə reduksiyaya. Baxaq görək oksidləşmə reduksiyaya ehtiyacı varmı? Burada deməli natrium OH üstə gələk xlor 2. Bura 2 qoysaq. 2 natrium xlor, 2 natrium, 2 oksigen, 2 dənə hidrogen. Всё da. Ehtiyac yoxdur elə belə. Saxlanılır. Всё. Deməli 1 mol xlor bizə kütlə lazımdır. Çünki neçə qram 10%li məhlul deyir. 1 mol xlor 2 vuraq 40. Bunun kütləsi 40-dır. Natrium OH-ın. Hər birinin molekul kütləsi verilib. Hesablayanda 40 eləyir. 1 mol xlor 80 qram. Niyə? Biri 40-sa 2 80 eləyəcək. 80 qram natrium OH-dan girirsə 0,5 xlor nə qədər natrium OH-dan reaksiya girəcək? O da eləyəcək 40 qram. Tapdıqmı bunu? Tapdıq. Bu elədi 40 qram. Sonra 40 qram bunun həll olan maddəmdir. Yəni M maddə bərabərdir 40 qram. 10% deyirsə, deməli onun içərisində 10% maddəm var. 10% maddəm var. Yəni mənim əlimdə olan bu 40 qram 10%dir. 10%. Bəs 100% məhlulum nə qədər olacaq? 100% məhlulum nə qədər olacaq? O da 10 dəfə çox eləyir. 400 qram. Yenə də başa salıram. Belə bir qabları görəndə qorxmayın. Birinci qabın içərisindəkini hesablayırsınız. 200 qram 36,5%-dir. Elədi 73 qram. Yəni 2 mol. Reaksiyanı yazdım. Gördüm 4 mol H xlor sərf olundu. 4 mol H xlor sərf olunanda 1 mol xlor 2 alınır. Bəs 2 mol sərf olunanda 73 qram 2 mol eləyir axı. Nə qədər xlor alınır? 0,5 xlor. Buradan alınan Y qazı, yəni xlor qazı, soyuq natrium OH, yəni soyuq demək nə deməkdir? Yəni qızdırılmayıb. Qızdırılmayanda da natrium xlor üstə gələk natrium xloro üstə gələk H2O alınır, ötürülür. Yəni bu da 66-cı sualdır. 66-cı sualda adi reaksiya aparacaqlar. Yəni bu sxema fikir vermirik. Nəyə fikir vermir? 66-nı izah edirdim də mən. Bayaqdan 66-nı izah edirdim də bəs Fatimə. Nəyə fikir vermirsən? 66-da manqan-O2-nin H-xlordan reaksiyasını yazırsan. Oradan xlor çıxır, xlor da gedir natrium OH-dan reaksiyaya. Sən bayaqdan dərsdə deyildin. Adi reaksiya aparılır da. Yəni bu sxemin digər bir hesablamaya ehtiyac Xeyr, xeyr, başqa hesablamaya yox. Yəni buradan xlor çıxır, gedir təzədən o birinə reaksiya girir. Bu qabların qoyulmağı sadəcə biraz sizə çaşqınlıq yarada bilər. Vəssalam. 67. Kalsium oksid və kalsium karbonat qarışığının 10 qramına artıqlaması ilə götürülmüş xlorid turşusu ilə təsir etdikdə 1,12 litr qaz alınır. Yazıram kalsium oksid, yazıram kalsium karbonat. Üzərinə H-xlor gəlirəm ikisində. H-xlor. Buradan alınacaq kalsium xlor 2, üstə gələk H2O. Bura 2 qoyuram. Buradan alınacaq kalsium xlor 2, üstə gələk karbon qazı və su. Burada gətirib 2 qoyuram. Və 10 qramla. Bu qarışıq deməli 10 qram götürülüb. 1,12 litr qaz alınır. Buradan hansından qaz alınır? Karbon qazı alınır ikincidən. Birincidə heç bir qaz yoxdur. Suda həll olan duzdur və sudur. İkincidə isə qaz alınıb. 1,12 litr qaz alınır. Gətirib qazın alt hissəsinə 1,12 yazıram. Görürəm ki, reaksiyadan əslində 1-in 1-ə nisbətində gedir. 22,4 litr qaz alınanda 100 qram kalsium karbonat reaksiyaya girir. 1,12 girəndə nə qədər kalsium karbonat reaksiyaya girir? O da tənasübdən eləsə eləyəcək 5 qram. Deməli, kalsium karbonat bu maddə qarışığının içərisində 5 qramdır.
Bizdə də kalsium oksidin kütlə payını istəyir. Əgər 5 qram kalsium karbonat varsa, cəmi 10 qramdır. Onun 5 qramı da kalsium oksidə aiddir. Kütlə payı da hesablasaq yarı qədər edir də, o da eləyir 50%. Kim başa düşmədi uşaqlar? Başa düşdüm. Yəni burada da da burada da yəni çətin bir şey yoxdur. Sadəcə olaraq reaksiyalardır. Baxırsan görək hansından qaz ayrılır. 19. Halogenlər üçün hansı mülahizə düzgün deyil? Atomların xarici energetik səviyyəsində 7 elektron yerləşir. Deməli, burada 7 elektron olur da xarici energetik səviyyəsində. İstəyir flor olsun, xlor olsun, brom olsun, 2s2, 2p5, 3s3, p5, 4s2, 4p5 və s. 7 elektron yerləşir, bu doğrudur. Molekulları 2 atomdan ibarət olur, bəli. Flor 2, xlor 2, brom 2, yod 2 və s. bu da doğrudur. Atom radiusları kiçildikcə oksidləşdirici qabiliyyəti artır, bu da doğrudur. Yuxarıdan aşağı getdikcə atom radiusu böyüyür, dövrlər sayı artır da, get-gedə 2-ci dövr, 3-cü dövr, 4-cü dövr və radius nüvədən uzaqlaşır elektronlar, radius artır. Radius artdıqca da oksidləşdiriciliyi azalır, reduks ediciliyi artır, metallıq reduks ediciliyi artır. Ən güclü oksidləşdirici element flordur, bu da doğrudur. Atom radiusu artdıqca elektromənfiliyi artır. Xeyr, atom radiusu artdıqca elektromənfiliyi azalır. Çünki dediyim kimi atom radiusunun artması nüvədən uzaqlaşmasına səbəb olur. Ona görə elektron uzaqlaşır ondan. Naborot, elektromənfilik yox, reduks edicilik, elektron vermək qabiliyyəti asanlaşır. Elektromənfilik elektronu özünə çəkmək qabiliyyətidir. Elektronu vermək qabiliyyəti asanlaşır. Çünki kənarda da elektronlarını asan verəcək orada. Budur səhv olan D variantı. Sərbəst halda təbiətdə rast gəlmirlər. Bəli, doğrudur. Təbiətdə sərbəst halda rast gəlinən qeyri-metallar Jonesa daxil olan elementlərdir. Karbon, oksigen, azot, kükürt, Jones. Bunlar həm sərbəst, həm birləşmələr şəklində yayılır. 18-də də polar şeydə 18-də soldan sağa getdikcə turşuluq qabiliyyəti artır. Çünki nüvədən uzaqlaşır, yodun radiusu daha böyükdür və nüvədən uzaqlaşır, hidrogeni vermək asanlaşır. Turşuluq qabiliyyəti artmış olacaq. azalır. Aha, turşuluq qabiliyyəti Polar. artır, amma polarlıq azalır. Polarlıq elektron çəkmək qabiliyyətidir. Polarlıq azalır. H-florda daha güclüdür, çünki hidrogeni özündə saxlayır, daha güclü polar olur. Sonra Məndə sonra var 31 62. 31 flor üçün deməli hansı ifadə doğru deyil? Doğrudur, yox, doğrudur daha doğrusu 31-də. Sənayedə duzların suda məhlulun elektrolizindən alınır. Suda məhlulun yox. Suda məhlulun elektrolizindən olmaz. Suda məhlulun elektrolizindən flor özünü oksigenli kimi aparır. Suda məhlulun elektrolizindən oradan oksigen ayrılır. Flor yox. Birinci səhvdir. Gəldi ikinciyə. P elementi doğrudur. Təbii ki, 7-ci qrupda yerləşənlər hamısı P elementidir. Oksigen Yəni ki, bəs P elementi axırı P-dən qutarır. 2s2, 2p5, 3s2, 3p5, 4s2, 4p5 axırıncı P-dən qutarır. Axırıncı elektronları P yarım səviyyəsinə gəlir ona görə. Oksigeni turşuları mövcuddur, xeyr. H-florun oksigeni turşusu yoxdur. Ancaq xlorun, bromun, yodun var. Flor ancaq H-flordur, vəssalam. 7-ci qrupun əlavə yox, əsas yarım qrup elementi. Birləşmələrdə -1-dən -7-yə yox, ancaq -1 göstərir. Digər halogenlər -1-dən -7-yə kimi dəyişir, o ancaq -1 göstərir. Sonra sonra var 36 37. hansı oksidləşmə prosesi yalnız ərintinin elektroliz zamanı baş verir? Təbii ki, C variantı. Dedim ki, ərintidə flor çıx 2 ola bilər. Yəni 2 elektron verir, flor 0-a çevirir. Amma suda məhlulda ola bilməz. Suda məhlulda onun yerinə H2O elektrolizə uğrayır. Onun da oradan da OH iyonu gedir. Anoda doğru O2 çıxır. Bu suda məhlulda yox, elə ərintidə gedir. C variantı. O birində də elə suda məhlulda getməz deyəndə elə A variantını götürsən ki, suda məhlulda getmir də, ərintidə gedir. Buradan başqa sual. Fatimə, sizin sualınız yoxdur? Mənim suallarım değildi. Bir də 38 39 40 41 yazmamışam. 38. Hansı ifadə doğru deyil?
Flor, xlor, brom, yod sırasında oksidləşdirici azalır. Bəli, flor ən güclü oksidləşdiricidir. H flor, H xlor, H brom, H yod istiqaməti turşuluğu artır. Bu da doğrudur. Flor, xlor, brom, yod, ion radiusu artır. Təbii ki, getdikcə radius artır. Daha soldan sağa getdikdə radius artır. Radius azalır, səhvdir. Artır. Get-gedə radius artır, axı yuxarıdan aşağı getdikcə. Artmış olacaq. Bu doğrudur, bu səhvdir. Bizdən səhv istəyir. D variantı. Sonra 39-da da yenə eyni şeydir. Flor, xlor, brom, yod oksidləşdirici artır. Səhvdir. Bizi doğrunu istəyir. Flor, xlor, radius yazıb ki, azalır. Artır olmalıdır. Səhvdir. Turşuluq xassəsi azalır. Artır olmalıdır. C-də. Səhvdir. Reduksiya edicilik artır. Doğrudur. Flor, xlor, brom, yod bu istiqamətdə reduksiya edicilik artır. D variantı doğrudur. İndi 40-a gəlirəm. H2, H2. 48-də yoxdur. Birinci flor, sonra xlor, sonra da yod. Çünki farqlıdır. Sıra. 40-a baxıram. H2, H2, H sırası üzrə turşuluq hadisəsi artarsa X, Y, Z anionlarını müəyyən edin. Təbii ki, burada da D olacaq da. Turşuluq artırsa D'dir. Onda gəldik 41. 41-də tərsinə götürəcəksən. Turşuluq azalırsa H2-də ən güclüdür. Onda 41-də C uyğun gəlir də. C, yod, xlor, flor. Sonra burada başqa hansı sual var? Mənim biraz asandır, eyni tarafsız olsun. Asanlaşıb mı indi? Bəli. Seçimlərdə biraz 54. Halogenlər üçün hansı ifadələr doğrudur? Atomlarında cütləşməmiş elektron yoxdur. Niyə yoxdur ki? Var. Cütləşməmiş, yəni tək deyil. Bir dənə tək elektron olur da axırda. 2s2, 2p5, 3s2, 3p5 bir dənə tək qalır. Nüvələrinin yükü artdıqca hidrogenli birləşmələrin davamlılığı artır. Davamlılığı artır yox. Azalır. Çünki get-gedə nüvənin yükü artdıqca, yəni sıra nömrəsi yuxarıdan aşağı getdikcə artdıqca hidrogenlə yod arası məsafə artır. Bu necə davamlı olsun? Uzaqlaşır hidrogen ondan. İstənilən vaxtı verər, turşuluğu artmış olacaq. İstənilən vaxtı verib reaksiya girə bilər. Amma H florda güclü elektromənfi element olduğuna görə özünə doğru çəkir, məsafəsi azdır. Deməli, davamlılıq artır yox, nüvəsinin yükü artdıqca. Davamlılıq azalır olmalıydı. Qələmi metallarla düz əmələ gətirilir, bəli, o hamısına aiddir. 3, yalnız 3 uyğun gəlir. A variantı. ama biraz B arasında kalmış. Yani B yani 2 arasında, 2-3 arasında. Yox, 2-ni dedim də. Davamlılıq artır yox, azalır olmalıdır. Nüvəsinin yükü artdıqca hidrogen uzaqlaşır, daha asan reaksiya daxil olur. Sonra 58. 58. H2, H, HZ sırasında hidrogen halogenitlərin polyarlığı azalırsa, deməli bu H flor, H xlor, H brom ola bilər. Həmin sırada artan və azalan hansı halda doğru göstərilmişdir? Hansı halda doğru göstərilmişdir? Əgər polyarlıq azalırsa, bu H flordursa, bu H xlordur, bu da H bromdur. Ən güclü polyar H flordur. İndi artan azalan, artan burada da azalan. Hidrogen halogenit molekulun davamlılığı. Davamlılıq nə olacaq? Necə dəyişəcək? Azalacaq yoxsa artacaq? Bax bu sıra H flor, H xlor, H brom sırasında. Necə dəyişəcək davamlılıq? Azalacaq. Azalacaq. Deməli, biri gətirib azalan, bura A qoyuram, bura B qoyuram, biri gətirib azalan sıraya yazıram. Halogen ionlarının reduksiya ediciliyi. Reduksiya edicilik necə dəyişir? Flor, xlor, brom, yod istiqamətində. Yuxarıdan aşağı getdikcə reduksiya ediciliyi artır da, yadınızdadırsa. Reduksiya ediciliyi artır. Yəni flor mənfi, xlor mənfi, brom mənfi. Bu sırada reduksiya ediciliyi artır. Çünki nüvənin yükü artır getdikcə reduksiya ediciliyi artır. Artmaya bunu qoyuram. Sonra bəsit halda halogenin oksidləşdiriciliyi, yəni flor 2 şəklində, xlor 2 şəklində, brom 2 şəklində baxın,
oksidləşdiricilik ən güclü fluordadır. Onda burada oksidləşdiricilik necə dəyişəcək? Oksidləşdirici azalacaq. Bunu da gətirib bura qoyuram. Halogen ionunun radiusu. Radiusu da getdikcə artmış olacaq. Yuxarıdan aşağı getdikcə axı radius artır. Radius da artmış olacaq. Bunu da artına qoyuram. Bu hansı variantdadır? D, C variantında. Ona görə bunu deyirəm. Bunu diqqətlə işləyin. Bu haqda suallar çox düşür. Müqayisəli. Onda 59 da bunun kimi olacaq. Onu özüm Bəli, eynidir. Onu öz müzakirə eləyə bilərsiniz. Müqayisə edə bilərsiniz daha doğrusu. 62 var. Deməli 62. Onu hansı qrafik? H xlor, H brom, H turşuluğun reduksiya qalanın turşuluq. Təbii ki, turşular yuxarıdan aşağı getdikcə reduksiya ediciliyi artır. Onda turşuluq da artmış olacaq. Bu sırada artım olur da. Həm reduksiya ediciliyi artır, həm turşuluq artır. D variantı. Burada D variantı uyğun gəlir. Sonra 63-də də yuxarıdan H xlor, H brom. Bu istiqamətdə molar kütlə artır. Çünki yodun daha böyük kütləsi var. Ancaq turşuluq azalır. Turşuluq H xlor O3-də çoxdur. Yadınızda saxlayın. Oksigensiz turşularda H yodun turşuluğu çoxdur. Oksigenli turşularda H xlor O3-ün turşuluğu çoxdur. Yəni H xlor O4 olsun. Əgər H xlor O4, H brom O4, H yod O4 istəsə H xlor O4 çoxdur. Ya da burada bayaq dediyim perxlorat idi. İndi xloratdan müqayisəsini istəsə H xlor O3, H brom O3, H yod O3 yenə də H xlor O3-də çoxdur. Oksigenli turşularda artıq H xlor O3-də daha güclü olacaq. Deməli, turşuluq xassəsi getdikcə azalır, amma kütlə getdikcə artır, tərs mütənasib olacaq Y variantı. Sonra gəlirəm, bunlardan düz eləmsən, səhv eləmsən, səhvlər edin görüm. 67 var. 67. Kütlələri eynidir. Neytrallaşmaya sərf olunan natrium OH-ın mol miqdarı deyir. Yadınızda saxlayın. Əgər bunların kütləsini eyni götürürüksə, kütləsi kiçik olana daha böyük natrium OH sərf olunacaq. Kütləsi kiçik olana. Niyə? Məsələn, götürürəm H xlor, H brom, H yod. Onun kütləsi H yodun ən böyükdür də. İndi tutaq ki, mən o molekul kütləsini əzbər bilmirəm. İmtahandasınız, situasiyadan çıxmaq istəyirsiniz, eləyə bilmirsiniz. H yodu götürürəm, özüm üçün bu böyük kütlədir. Bunu götürürəm, tutaq ki, 100 götürürəm. Onu götürürəm, biraz o ondan balacadır, 70 götürürəm. Onu da ondan da balacadır, bunu da götürürəm, 40. İndi bunun hamısını eyni götürsəm, bunu da 100 götürəcəm. Bunu da 100, bunu da 100 götürdüm mü? Eyni götürsəm, böyük kütlənin hər birisini eyni götürürəm. İndi buna sərf olunan natrium OH-ın mol miqdarına baxıram. Natrium OH, üstə gələk, buna da yazıram natrium OH. Baxın, tənasibə baxın. 100 qrama 1 mol natrium OH-da, elə biz də 100 qram götürmüşük 1 mol. Yazdım. H yod üçün 1 mol. İndi o birinə baxıram. 70 qrama 1 molsa 100 qrama nə qədərdir? Təbii ki, 100 qram kütlə çox olduğuna görə natrium OH-da bir o qədər çox sərf olunacaq. Bunda elə bir ki, tutaq ki, 1,2. İndi gəlirəm bura. 40 qrama 1 molsa 100 qrama nə qədər? Tutaq ki, burada olacaq 1,8. Bax, get-gedə artmış olacaq. Yəni, deməyim nədədir? Molekul kütləsi artdıqca bu hidrogen halogenidin. Molekul kütləsi artdıqca ona sərf olunan natrium OH-ın miqdarı azalır. Yəni, ən kiçik kütləyə daha böyük natrium OH sərf olunacaq. Əgər bərabər kütlədə götürülürsə. Bizdə də bu N1 götürülüb. Ən çox mol natrium OH-a sərf olunursa, ən kiçik H2 olacaq. Ən kiçik. Tutaq ki, bunu ifadə edirəm flordan. Sonra gəlir N3. Bu olacaq xlor. Ən böyükdəki N2-dir. Bu da olacaq brom. İndi deyir ki, hidrogenlərin atom radiuslarının müqayisəsinə baxın. Atom radiusu Y-da daha böyük olacaq, bromda. Onu da özümdən yazdım, sıraya uyğun olaraq. Deməli, ən böyük Y-da olacaq, sonra Z gəlir, sonra ən balacası da X gəlir, B variantı. Yəni belə də deyə bilərik müəllim. Elə bir ki, neytrallaşmaya sərf olunan natrium OH-ın mol sayı ilə
Radiuslar düz asıldı. Yox. Gərək ki, kütləyə baxasan, Sən onu elə deyə bilməzsən. Kiçik kütləyə daha çox natrium oxu sərf olunur. Bunu eləmək lazımdır sonra. Qurursan. Bir də başa salıram. Deməli 16.6 qram kalium yodiddir. Onun üzərindən xlor keçirirsən. Bu zaman kalium klorid yodid alınır. Və 16.6 qrama bilmirəm nə qədər xlor sərf olunur. Kalium yodidin kütləsi 127, üstəgələ 39, 2 moldur deyə vururam 2, eləyir 332. 332-yə 22,4 isə 16.6-ya nə qədər edir? O da eləyir 1,12. Sonra 71. %71 kalium klorid ərintisinin elektrozla alınmış qazı suda keçirdikdən sonra 22,4 litr oksigen əmələ gəlmişdir. Kalium florid. Bunun ərintisinin elektrozla kalium üstəgələ florid əmələ gəlir. Bura 2 qoyuram, bura 2 qoyuram. Bu ərintidən elektrozla. Təzədən bu qazı aparıb sudan keçirirlər. Sudan reaksiya, su mövzusunu keçmişik. Flor reaksiya girəndə nə alınırdı? H flor üstəgələ O2 alınırdı. Burada 2-dir, bura gətirib 2 qoyuram, bura 4-dir, bura 4 qoyuram, bura 2 qoyuram. Nə istəyir məndən? Alınmış qazı sudan keçirdikdə 22,4 litr oksigen alınır. 22,4 litr, yəni 1 mol. Elektroliz zamanı anodda neçə litr qaz alınır? Ərintinin elektrolizindən katodda metal alınır. Bu katoddadır. Katod. Anodda isə flor alınır. Bu da anod. Yəni, bax, bizdən bu qazı soruşur, florikini soruşur. Ona əsasən flor tapaq. Əgər 22, bizdə də onsuz da reaksiyada görürük 1 mol alınır bu ocu, 22,4, onda 2 mol flor2 alınır da. Heç nə. 2 mol flor2, 2 mol flor2 də 44,8 edir. Vəssalam. Sonra 78. birinci qabda reaksiya gedir, ikinci qabda reaksiya getmir. X, Y, Z halogenlərin atom radiuslarını müqayisə edin. X gəlib Z ionlarını çıxardır. O birində də X, Y ionları. Birincidə də reaksiya gedir. X gəlib Z-i çıxardır. Yəni, məsələn, götürüb özünüzdən yazın onda, belə çaşırsınızsa. Götürürəm kalium yodid, üstəgələ xlor 2. Bax, bu reaksiya gedir deyir. Xlor gəlib, yodu çıxardır. Bu reaksiya gedir. Yazdım. Buradan alınacaq kalium xlor üstəgələ yod 2. İkincidə reaksiya getmir. Məsəl üçün, mən gəlsəm bura kalium florid üstəgələ xlor 2 reaksiya getməz. Ardından izah edirəm uşaqlar. Deməli, məsəl üçün götürdüm kalium flor, üzərinə gəldim xlor 2, kalium flor üzərinə gəldim. Mən hansı sol işləyirdim? 78. Kalium flor üstəgələ xlor 2. Bu reaksiya getmir. Getməyən ikincidir. Kalium yod üstəgələ xlor 2. Bu reaksiya gedir. Bu da birincisidir. İndi deyir ki, halogenlərin atom radiuslarını müqayisə edin. Bizdə X olaraq xloru götürdüm. Z olaraq reaksiya gedirsə, Z olaraq götürdüm yodu. Reaksiya getmirsə, Y olaraq da götürdüm floru. İndi bunların müqayisəsinə baxırıq. Yuxarıda Y yazıram, yəni flor 2. Sonra gəlir X yazıram, yəni xlor 2. Sonra da yod yazıram. Ondan böyük Yod deyəndə hansını götürdük? Z yazıram, yəni yod 2. İndi buna radiusun müqayisəsi istəyir. Ən böyük radius Z-də olacaq. Yodda olur da. Sonra Z, X, Y. Yəni 78-də A variantı uyğun gəlir. Z, X, Y. Yəni Z mənfi ionunu görmək o deməkdir ki, özü görsən biri neytral halda gəlir. Yəni bu xlor 2 üstünə gəlir neytral halda. Bu ion şəklində nəyin içində olacaq? Təbii ki, birləşmənin içində olur da. Məsələn, burada mənfi 1 oksidləşmə dərəcəsindədir. Kalium müsbət 1, yod mənfi 1. Burada kalium müsbət 1, yod, flor mənfi 1. Yəni, ion şəklində mənfi olan şəkil də birləşmənin içərisində olacaq. Fikirləşin ki, bu sərbəst halda gedirsə, birləşmənin üstünə gedir. Birləşmənin içərisindən o halogeni çıxartmalıdır və ya o birində çıxartmamalıdır. Yəni, ona baxın ki,
Bu ion şəklində nəyin içində olur? Təbii ki, birləşmənin içərisində. Bir-birini sıxışdırıb çıxartmaq cədvəlini özünüzdən qurun. Yaxşı, bu səhifədən sual. Bu səhifədən yoxdur. Buradan 82 var. Orada 82 sxemi necə edəcəyimi bilmirəm. 82. 82 biri-birini yenə də sıxışdırıb çıxartmaq cədvəlidir. Ay Fatimə, biri o birini sıxışdırıb çıxartmalıdır. Məsələn, deyir x, y-ı sıxışdırıb çıxardıb y2 alınmalıdır. Ona uyğun düzəltməlisən. Z gəlib, burada yuxarıda göstərir. Məsələn, x gəlib y-ı sıxışdırıb çıxartmalıdır, y alınır. Z gəlib y-ı sıxışdırıb çıxardır, y2 alınır. T gəlib, məsələn, z-i çıxardır, z2 alınır. Yəni, bunları mən daha bir-bir yazmayayım da. Fikirləş ki, hansını sıxışdırıb çıxarda bilər, hansı qüvvətlidir, flor hamısından qüvvətlidir. Nələri çıxarda bilər, onları yaz. Məsəl üçün, T maddəsi həm H2-i çıxardır, həm HZ-i çıxardır, həm HY-ı çıxardır. Bu kim olar? Təbii ki, bu flordur da. T hamısını çıxardır. Hamısından güclü odur. Yəni, belə. X ikisini çıxarda bilir, bax. HZ-dən HY-ı çıxardır. Deməli, bu xlordur ki, ikisini çıxardır. Belə-belə də təyin eləməlisən. Başa düşdün? Bəli, mən çox sağ ol. Sonra O birisi səhifədən 91 var. 91. Nisbi atom kütləsi və iyonlaşma enerjisini soruşur. İyonlaşma enerjisi nədir? Yuxarıdan hansında elektromənfilik çoxdursa, onda iyonlaşma enerjisi çox olur. Və iyonlaşma enerjisi atomdan elektron qopartmaq üçün ayrılan enerjidir. Elektromənfilik hansında çoxdursa, güclü elektromənfi elementdirsə, güclü qeyri-metalsa, onu elektron qoparmaq çətin olur. Metallarda daha asandır olur, radiusları böyük olur, daha yaxşı elektron verirlər. İyonlaşma enerjisi qeyri-metallarda çox olur. Bizdən də deyir ki, cədvələ əsasən nə doğrudur? Biz onu tapmalıyıq ki, hansında elektron mənfilik çoxdur və ya azdır. Atom radiusu, nisbi atom kütləsidir bu. Nisbi atom kütləsi, məsələn, yazıb ki, A-Y-da çoxdur. Əgər A-Y-da çoxdur, A variantına baxıram. Y-da çoxdursa, məsələn, baxıram, bu olsun brom, X-da olsun xlor. Onda deyir, Y2 böyükdür Y1 deyir. Yəni, bu bromdursa, bu xlordursa, axı, yuxarıdan aşağı getdikcə kütlə artır. Deyir ki, bromun enerjisi daha çoxdur. Xeyr. Elektromənfilik kimdə çoxdursa, onda çox olacaq. Bərabərləri vapşı çıxırıq, elə bir şey yoxdur. İndi deyir, AX böyükdür AY-ırsa. Bu, məsəl üçün, olsun brom, bu olsun xlor. Bu olsun xlor. Y1 böyükdür Y2. Y1 böyükdür Y2. Ola bilməz. Y-da çox olacaq. Y-da çox olacaq. Sonra Y-yə baxıram. Ayır X böyükdür ayır Y. Y-də doğrudur. Niyə? Əgər hansının nisbi atom kütləsi çoxdursa, onun deməli iyonlaşma enerjisi az olacaq. Bu olur. Y variantı düzgün gəlir. Sonra 93. 93 kütlələri verib MM eyni. Gələn metallarla reaksiya daxil olan bromun sayı metal atomun radiusu istənilir. Yenə də eyni şeydir, bax. Litium, bayaqlarım, halogenlərin kütləsini eyni götürdük. Burada gələn metalları götürürəm. Litium, natrium, kalium. Bromun mol miqdarı istənilir. Əgər bunların kütləsi eyni götürülsə, kütləsi kiçik olana daha çox brom sərf olunacaq. Yenə də deyirəm, böyük kütlənin hamısı üçün eyni götürsəm, kütləsi kiçik olana daha çox brom sərf eləmiş olacaq. Yəni, ən çox brom sərf olunacaq ən az kütləyə məxsus olana. Özümdən yazdım, bu gələn metallar, litium, natrium, kalium. Burada deyir, ən çox sərf olunub N3 ən böyükdür. Yəni, bu olacaq N3. Sonra gəlir
N2, sonra gəlir N1. Metalın atom radiusunu deyir, müqayisə eləyin. Əslində bunun halogenlərə bir dəxliyyatı yoxdur. Ən çox sərf olunacaq buna. Yəni bromla reaksiyaya görə yazıb. Metalın radiusunu müqayisə eləyin. Yuxarıdan aşağı getdikcə radius artır. Radius ən çox olacaq şeydə hansında? Bir dəqiqə N3 olanda N3'ü hara yazdıq? Yuxarıya yazdıq. Radius isə ən böyük N1-də olur. Deməli R1 böyükdür. R1 böyükdür. N2'dən, yəni R2'dən o da böyükdür. R3'dən. Belə bir şey olmalıdır. C variantı. Yəni kiçik kütləyə daha çox brom sərf olunur. Bromun da sərf olunan miqdarına əsasən hansı metal olduğunu tapdım. Sonra yuxarıdan aşağı getdikcə də radiusu artır. O sırayla düzdüm. Burada başqa sual varmı? Hayır, mevcut var. O birisi. 103 natri X üstə gələ brom 2 nələr alınır? Natrium brom üstə gələ X2 brom gəlir X-i sıxışdırıb çıxardır. Deməli, sıxışdırıb çıxardırsa bu yod ola bilər də. Ondan kiçik qüvvəli olan yod ola bilər. Bu da olacaq. Yod haqqında hansı fikirlər doğrudur? Yod bərk haldadır. Qaz deyil, bir səhvdir, 2 düzdür. Spirtdə məhlul dezinfeksiyada istifadə olunur. Bəli, yodun spirtdə məhlulundan evdə istifadə edirik də. Yod diktaturası deyirlər ondan. Evdə istifadə edirik. 2-3 doğrudur. Su ilə şiddətlə reaksiya daxil olur. Ümumiyyətlə yod sudan reaksiyaya girmir. Flor girir, H flor üstə gələ O2, flor girir, adi işarəti H flor, H floro, brom girir, H brom, H bromo. Deməli, girmir amma. Adı nə idi? Yod isə sudan reaksiyaya girmir. Sonra 108. 108 HX flor. Flor gəlir X'i oradan çıxardır. Məsələn, bu X də gəlir bromu çıxardır. Bu xlor ola bilər. Niyə? Flor gəlib xloru çıxardır. Xlor da gəlib bromu çıxarda bilər. Burada yod zad qoysam yod gəlib bromu çıxartmaz axı. Ona görə brom da brom özünü çıxartmayacaq. Deməli bu xlor imiş. Bu xlor imiş. Buradan da alınacaq. Xlor 2 üstə gələ H brom, H xlor. İndi məndən nə soruşur? Xlor üçün hansı ifadə doğrudur? Tünd bənövşə rəngli bərk maddədir. Xeyr, zəhərli qazdır. Doğrudur. Xlordur. Doğrudur. 2-3 yalnız oksidləşdirici. Xeyr, bu flora aiddir. Bəs bir də tünd bənövşə rəngli bərk Bərkdir bu şeydir də, yod. Bənövşə yolunda yolunda. Nerede tünd bənövşə? Sonra Bu səhvədən yoxdur, birisində var. burada hansıdır? Axının 115. 115. Xlorun oksigenli turşuları verilib. Birləşmədə xlorun oksidləşmə dərəcəsi və X və Z molekullarında olan atomların saylarının cəmi. Ən böyük xlorun oksigenli turşuları bunlardır. H xlor O4, H xlor O3, H xlor O2, bir də H xlor O. Ən böyük oksidləşmə dərəcəsi buradadır. Müsbət 7, müsbət 5, müsbət 3, müsbət 2. B veribdir ən böyük. Deməli, bu Y-dır. Sonra A-nı verib. Deməli, bu X-dır. Sonra verib D-ni. Bu deməli T-dir. Sonra da verib C-ni. Bu da Z-dir. X və Z deyir. X və Z istəyirsə H xlor O3-dən H xlor O-nu istəyir. Burada nə qədər atom var? 3 üstünə 2 gələn 5 buradadır. Burada da 3 dənə cəmi elədi 8. 115-də cavab 8-dir. Sadəcə olaraq oksidləşmə dərəcələrini yazsam, üstünə müqayisə edirsən, yəni çətin bir şey yoxdur. Sonra Bitti mən.